Fələstin münaqişəsi təkcə müsəlman və ərəblərin problemi deyil. Bu bütün insanlığın, dünyanın və demokratiyanın problemidir. Çünki Fələstində müsəlmanlar ərəblərlə yanaşı xristianlar da eyni dərəcədə zülmə uğrayır. Bu haqda The Guardian'ın hazırladığı sənədli filmlərdən məlumat əldə edə bilərsiniz. Hətta İsa'nın doğulduğu məkan olan Beytləhemdə də xristianlar bu gün də zülmə məruz qalır. Münaqişə çox köklüdür. Yəni dünənki hadisələr 7 oktyabr hücumu və s. ilə başlamayıb. 19-cu əsrin sonunda Siyonizmin təşəkkül tapması ilə meydana gəlib və 1948-də İsrailin qurulması ilə düz bir əsrə yaxındır ki, həmin ərazidə insanlar zorakılığa, qətliamlara, apartheydə məruz qalır. Və İsrail qurulduğundan bəri BMT-nin rəsmi qərarlarını heçə sayaraq həmin ərazidə işğalçılıq siyasəti həyata keçirib. Hətta bu günlərdə Netanyahu iki dövlət qərarının mümkün olmayacağını açıq şəkildə bildirdi və bunların vəd edilmiş torpaqlar, eləcə də Böyük İsrail proyektinə əsasən həmin ərazi Levant deyilən belə deyək plana Türkiyənin bir hissəsi də daxildir. Ən gülünc məqamda onlar erməniyə kömək eləyib argumentləridir. Birincisi, orada xalq iradəsini həyata keçirən hakimiyyət heç vaxt olmayıb. Yəni bunların ümumiyyətlə xalq hakimiyyəti, dövləti imkan verilməyib olsun. Yəni bir yerdə ki, xalqın iradəsini həyata keçirən hakimiyyət yoxdursa, sən orada qəbul edilən qərarları necə xalqın adından bildirə bilərsən? Burada məntiq varmı? Yəni, Fələstində baş verənlərə haqq qazandırmaq, Xocalıda baş verənlərə haqq qazandırmaqla eynidir. İsrailin genosidçi dövlət olduğunu rəsmi olaraq təsdiqləyən en qədər sənəd mövcuddur. Hətta maraqlı ki, Azərbaycanın bəzi intellektuallar bu genosidçi dövlətlə işbirliyinə tərəfdardır. Bizim bu entel dantellərin müqabilində Yəhudi əsilli intellektuallar var ki, İsrail və Siyonizmi kəskin şəkildə tənqid edir. Məsələn, ərəb yəhudisi olan Avi Şleym İraqda müsəlmanlarla bir yerdə xoşbəxt yaşadığını, eyni zamanda İran da daxil bir çox müsəlman ölkəsində hələ də Yəhudi irsinin qorunduğunu, amma İsraildə tam əksinin baş verdiyini iddia edir. Və ya 2-ci Dünya müharibəsində genosidə uğramış ailədən gələn Norman Finkelstein'ın İsraili də məhz nasistlərlə müqayisə etməsi, eləcə də Leyboviçin İsraili Yəhudi nasist dövləti adlandırması və sair faktlar misal göstərilə bilər. Həmçinin 2010-cu il Nobel sülh mükafatına layiq görülmüş Portuqaliyaçı José Saramago'nun İsrailin BMT-nin qərarlarını heçə saymasını kəskin şəkildə tənqid etməsi ən gözəl örnəklərdən biridir. Bundan əlavə İsrailin rəsmiləşdirilmiş şəkildə eyni qədər müharibə cinayəti, fiziki, cinsi zorakılıq və sair faktları mövcuddur. Yeri gəlmişkən, antisionist və anti-İsrailçi olmaq antisemit olmaq mənasına gəlmir. Yəni bütün yəhudilərin kökü kəsilsin və sair yanaşmalar da absurddur. Maraqlıdır ki, məşhur yəhudi rabinlər var ki, onlar məhz Tövrata əsaslanaraq bu ərazidə problemin tək həllinin yeganə bir dövlət, Fələstinin mövcudluğu zəminində olacağını iddia edirlər və Tövrata əsaslanaraq bildirirlər ki, vəd edilmiş torpaqlar anlayışı sadəcə keçmişdə Musa dövrünə aiddir və həmin dövrdə də reallaşıb. Hal-hazırda yəni Siyonizm bu anlayışı sadəcə öz siyasəti çıxarı üçün bir vasitə kimi istifadə edir.